İş axtaran və işsiz şəxslərin peşə hazırlığı hansı hallarda həyata keçirilir? Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də peşə hazırlığı kurslarıdır. Peşə hazırlığının məqsədi iş axtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya dost mərkəzlərinin göndərişi əsasında 2 halda işsiz və iş axtaran şəxslər üçün peşə hazırlığı kursu təşkil olunur. Birincisi, iş axtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə münasib iş seçə bilmədikləri halda, ikincisi, iş axtaran və işsiz şəxs əvvəlki peşə və ya ixtisası üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə və ya ixtisas üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə yaxud ixtisas üzrə bacarıqların artırılması zərurəti yarandıqda.